Bugünkü mövzunun izahı tam ədədlərin vurulması olacaq. Bir neçə sualların izahına baxacağıq sizlərlə. Deməli, tam ədədlərin vurulmasına aid nümunələrə baxaq. Məsələn, bir nömrəli sualda eee, sadə suallarda əslində qalsa, -25, məsəl üçün, bir nömrəli sualın birincisi, -25-i deyir vur 12-yə. Əgər, -25-in işarəsi mənfidir. Burada qeyd olunub. 12-nin işarəsi nədir? Müsbət. Mənfini müsbətə vuranda işarə nə edir? Mənfidir. 25-i də 12-yə vursaq, cavab edəcək 300. Yəni, bizim işarəmiz mənfi olacaq və 300 cavabı olacaq. Daha sonra, məsələn, -301 vurulsun -25-ə. 301-in işarəsi mənfidir, 25-in işarəsi mənfidir. Mənfi mənfiyə vuranda işarə nə edəcək? Müsbət və biz 301-i də vursaq 25 eləyəcək 7525. Və digərləri də eyni qayda ilə. Yəni ki, burada əsas məsələ nədir? Müsbəti müsbətə vuranda işarə müsbət edir. Mənfini mənfiyə vuranda işarə müsbət edir. Yəni eyni işarələrdir burada. Eyni işarələri, yəni bir-birinə vuranda, eyni adlı işarələri bir-birinə vuranda işarələr müsbət edir. Amma əks işarələri bir-birinə vuranda işarələr də mənfi edəcək. Daha sonra baxın, burada qeyd elədim. Bir də qeyd edək. Müsbəti müsbətə vurduq müsbət, mənfini mənfiyə vurduq müsbət. Müsbəti mənfiyə vursaq eləyəcək işarə mənfi, mənfini də müsbətə vursaq yenə də işarə mənfi eləyəcək. Yəni əks işarələrdir. Bunlar da əks işarələrdir. Əks. Əks işarələrlə bir-birinə vuranda işarə mənfi edir. Keçək digər suallara baxaq. Məsələn, ifadəsinin qiymətini üçüncü sualda baxaq. Üçüncü sualda deyilir ki, A bərabərdir əgər -505 olarsa, 283 çıxılsın 3A-nın cavabını deyir tapın. Yazaq. 283 çıxılsın 3 vurulsun A-mız nədir? -505-dir. Deməli, 283. Baxın, burada da mənfidir, işarə mənfidir. Burada da işarə mənfidir. Düzdürmü? İşarə mənfidir. Mənfini mənfiyə vuranda işarə nədir? Müsbət. Və 3-ü də 505-ə vursaq, deməli edəcək 1515 bərabərdir. İndi bunları sadəcə toplamalıyıq, çünki hər ikisi də müsbətdir. Toplasa 1515-in üzərinə mən 283 gəlsəm, edəcək 1798. Cavabımız 1798. Məsələn, birini də qeyd edək. Məsələn, 3-ün üçüncüsündə A-nı bərabərliyə 100 verir, -100 verir. B-ni bərabərdir. 3-dən yazmayaq. Məsələn, fərqli bir sual tipindən yazıram, amma oxşardır, eynisidir. Rəqəmləri sadəcə dəyişəcəm. A -2 olsun, B də olsun 10. Deyir ki, 5A üstəgəlsin 6B üstəgəlsin AB bərabərdir. Sadəcə rəqəmləri kiçiltdim və işarələrini eyni yazdım. 5-i vursaq A-ya, 5 müsbətdir. Müsbəti mənfiyə vuranda işarə nədir? -10, 5 dəfə 2-nin 10. Üstəgəlsin 6-nı 10-a vuranda eləyəcək 60. Sonra A-nı vurulsun B-yə və A ilə B-ni deyir bir-birinə vurun. Eləyəcək -20. Bərabərdir. Və mənfiləri, hər ikisi də mənfi olanda mənfiləri toplaya bilərik və yaxud da ki, bu ikisini yazsaq, biri mənfi, biri müsbət olanda böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Yəni 60-dan 10 çıxanda eləyəcək 40 müsbət, çıxılsın 20. 40-dan da 20 çıxanda 20 eləyəcək. Cavabımız 20. Yəni üçün də öz rəqəmlərini yerinə yazsaz, yenə də eyni üsulla həll edəcəksiniz. Sonra vurmanı yerinə yetirən 4-də onluq kəsrləri bir-birinə vurmağı göstərəcəm sizə. -4,7 vurulsun 5,2. Deməli, 4,7, 5,2-yə vuranda biri mənfidir, biri müsbətdir. Müsbəti mənfiyə vuranda işarə bilirik ki, mənfi edəcək. 4,7-ni mən 5,2-yə necə vura bilərəm? Baxaq, 4,7 vurulsun 5,2. Adi vurma qaydasında, yəni adi vurma necədir? Burada da vurmada həll edəcəyik. 7 dəfə 2-nin 14, 4 yazırıq bir yadda. 4 dəfə 2-nin 8, bir yadda 9. 7 dəfə 5-in 35, 5 yazırıq 3 yadda. 4 dəfə 5-in 20, üstəgəl 3, 23.
Üstə gələsini qeyd edirik. Deməli 4, 9 gəlsin 5, 14, 3, 1 ya da 4, 2. Bəs vergül necə atılacaq? Vergüldən sonra neçə dənə rəqəm var? Burada bir rəqəm burada var, bir rəqəm də burada var. Yəni bizim vergüldən sonra 2 dənə rəqəmimiz var. Biz də sağdan sola doğru 2,2 rəqəm ayırmalıyıq. Yəni olacaq cavabımız 24,44. 24,44. Bu formada həll olunur. Yəni vergüldən sonra ümumiyyətlə onluq kəsri adi bir ədədə vuranda da, məsəl üçün -2,5-i vursaq, neçəyə vuraq? 3-ə vursaq. Onluq kəsirdir. Bunu adi tam ədədə vurursaq necə vura bilərik? Deməli, mənfili müsbətə vuranda işarə mənfi edəcək. O öz yerində. 2,5-i də 3-ə vursaq, 3-5-in 15. Bu burada yazılmır, burada qeyd olunur. 3-5-in 15, 5 yazırıq bir yadda, 3-2-nin 6, bir də yadda 7. Bəs vergül necə atılacaq? Vergül dedik ki, vergüldən sonra neçə rəqəm var? Bir dənə rəqəmimiz var. Bu da tam ədəddir, yəni burada heç vergül yoxdur. Vergüldən sonra bir dənə rəqəmimiz var və sağdan sola doğru bir vergül ayırıraq, bir rəqəm ayırıraq. Yəni 7,5 cavabımız -7,5. Bu formada hamısını da həll edirsiniz. Sonra, məsəl üçün 5 nömrəli suallarda deyir ki, əməlləri yerinə yetirin. Evə verdiyim tapşırıqları işarə etdiklərimi işləyəcəksiniz. O işarə etmədiklərimi də özüm işləyəcəm. Baxın, -29 vurulsun, -22 üstəgəl 37. Çox sadə suallardır. Mötərizə olanda biz bilirik ki, birinci mötərizənin içi həmişə birinci mötərizənin içi həll olunmalıdır. Birinci həll edək, -29-u saxlayaq. Bax, biri mənfidir, biri müsbətdir. Böyükdən biz kiçiyi çıxmalıyıq. 37-dən də mən 22 çıxsam edəcək 15. Yenə də müsbət 15, çünki böyükdən kiçiyi çıxdım. Mənfini mən vurmalıyam müsbətə. Mənfini müsbətə vuranda işarə mənfi edəcək. 29-u da mən vursam, deməli 15-ə cavab edəcək 435. Mənfi 435. Sonra 4-ü də vermişim evə, 5-ə işləyək. -33 vurulsun 15, üstə gəlsin 25 vurulsun, -44. Bərabərdir. Baxın, burada bərabərliyin həm deməli sağ tərəfində vurma işarəsi var, həm də sol tərəfində vurma işarəsi var. Deməli, biz onda əlbəttə ki, biz bilirik ki, əgər mötərizə olsaydı, birinci mötərizənin içi həll olur. Əgər mötərizə yoxdursa, bu formada açıq ifadə verilirsə, həm vurma, həm toplama varsa, birinci vurmalar biz bilirik ki, həll edilir. Vurmaları həll etsək, bax, burada və burada vurmaları həll etsək, mənfini müsbətə vursam, -33-ü müsbət 15-ə vursaq mənfi edəcək. Deməli, 33-dən mən vursam 15-ə edəcək cavab 495. Baxın, sonra bu mənfidir, bu müsbətdir və bu da mənfidir. Mənfini müsbətə vuran edəcək mənfi. 25-i də mən vursam 44 edəcək 1100. Bərabərdir. İndi hər ikisi də mənfi olanda biz qeyd etmişdik ki, hər ikisi də mənfi olanda toplayırıq və qarşıya mənfi atırıq. Vəssalam. Burada 1100-dür, burada 1100. 1100-ün də üzərinə mən 495 gəlsəm eləcək cavab -1595. Vəssalam. Bunu da həll etmiş olduq. Altında evə vermişəm tapşırıq, özünüz işləyərsiniz. Ədədlərinin hansı bu deyil tənliyin köküdür? Məsələn, elə birini mən həll edim, digərini özünüz sərbəst işləyərsiniz. Məsələn, 6-nı həll edim. 6 nömrəli tapşırıqla. Deyək ki, ədədlərinin hansılar bu tənliyin həllidir? Yazaq yerinə x vurulsun, x plus 5 bərabərdir -6. Aha. Bunu əslində qalsa daha sadə bir variantla həll etmək ola bilər. Tənliklə həll edə bilərik biz bunları. Amma ki, bu həll qaydası yuxarı siniflə əlaqəli olduğuna görə onu demirəm. Onu ikinci həllini mən deməliyəm. İkinci həll nədir? İkinci həll budur ki, x-i bir dəfə -4 yazıb yerinə hesablayacaqsınız. X-i bir dəfə -3 yerinə 3 yazıb hesablayacaqsınız. X bir dəfə -1, -2, -1 də qeyd edin. Bax, bunları yazacaqsınız yerinə və hesablayacaqsınız ki, hansında cavab -6 alınacaq. -1, 0. Aha. İndi bir dəfə x-in yerinə -4 qoyuram. -4 yazsam, -4 üstə gəlsin 5. 5-dən 4 çıxsam 1, -4-ü də 1-ə vursam -4 edəcək. Amma cavab -6 alınmadı. Demək ki, bu kök deyil. Sonra -3, -3 plus 5. 5-dən 3 çıxsaq eləyəcək 5-dən 3 çıxsaq eləyəcək 2. 2-ni də -3-ə vursaq eləyəcək -6. Demək ki, bu ödədir. Bu həll imiş. Sonra -2-yə baxsaq, -2 vurulsun, -2 plus 5,
5-dən 2 çıxsaq 3, 3-ü də -2-yə vursaq necə -6. Bu da həll imiş, ödədik. Sonra -1 vursun, -1 + 5, 5-dən 1 çıxanda 4, 4-ü də -1-ə vuranda eləyəcək -4. Cavabı deyil, kök deyil. Sonra 0-ı da biz nəyə vursaq, bilirik ki, cavab 0 alınacaq. Çünki burada vurma işarəsi var. 0-ı biz nəyə vururuqsa cavab 0 alınır. Hələ ki, -3 ilə -2-dir. Digər kökləri də yoxlamalıyıq mütləq. Birdən ödəyə bilər. X bərabərli 1 olsa, 2 olsa və x bərabərli 3 qiymətində. X-in bərabər 1 qiymətində deməli 1 vurulsun, 1 + 5, 5 üstə 1 gəndə 6, amma bizdə cavabda -6 verib. Ödəmədi. 2 vurulsun, 2 + 5, 5 üstə gəl ki 7, 7 və 2-nin 14 ödəmədi. 3 vurulsun, 3 üstə gəlsin 5, 8, 5-in üstə 3 gəndə 8 üstə və 3-ün 24, bu da ödəmədi. Deməli, bu tənliyin cəmi 2 dənə kökü var. X-in bir 3 qiymətində, bir də X-in -6, daha doğrusu 2 qiymətində bizim cavabımız -6 edərmiş. Yəni 2 dənə kökü ödədi. Siz digərlərini də yazıb yeni hesablamalısınız. Başqa cür variantla yəni sizə göstərsəm, onda o biraz yuxarı sinif səviyyəsində olduğuna görə bu həll qaydasını siz götürə bilməyəcəksiniz. Sonra 123, 124-ə baxaq. 124 səhifə 124-də. AB gəlin mən 8-in birincisini evə vermişəm, ikincisini özüm işləyim burada. İkincisində, deməli 8-in ikincisində A bərabərdir -5/3-də 1 və B-ni də veribdir -2/6-da 5. Aha. İndi deyək ki, 3A çıxılsın 7B qiymətini hesabla. Mən deməli hesablasam, əvvəlcə bunları mən qarşılıq kəsrdir, mən düzgün olmayan kəsrə çevirməliyəm. 3 dəfə 5-in 3-ü vursaq 5-ə 15 dəqiqə 1 16. B də bərabərdir. B də bərabərdir. 6 dəfə 2-nin 12 üstə gəlsin 5, 17 bölünsün 6. İndi digərlərini də yazaq. 3 vurulsun -16 bölünsün 3. Çıxılsın 7 vurulsun -17 bölünsün 6. Bərabərdir. Cavabımız kəsr olacaq böyük ehtimalla. Baxın, bu müsbətdir. 3-ün işarəsi bura nədir? Müsbətdir. Bu da mənfidir. Mənfi müsbəti vuran deyəcək mənfi. Bu 3-lər ixtisar edəcək, qalacaq -16. Və bu mənfi ilə bu mənfi qarşı-qarşıya vuranda necə işarə? Müsbət. Müsbət. 7 ilə 6 ixtisar getmir. Ona görə məcbur mən 17 ilə vurmalıyam 7-yə. 119 bölünsün 6. İndi hesablayaq. 16 məxrəci mən bilirəm ki 1-dir. 1-dir. Ortaq məxrəc gəlsə 6 eləyəcək. 6-nı 1-ə böləndə 6, 6-nı da 6-ya böləndə 1 edir. 16-nı 6-ya vuranda deməli -96 üstə gəlinsin 119 bərabərdir. Baxırıq ki, -96-dır, bir də müsbət 119-dur. 119 -1 müsbət olanda dedik ki, toplayıb böyükdən kiçiyə çıxıb böyüyün işarəsini qeyd edirik. 119-dan da mən çıxsam 96-nı cavab edəcək 23. Yəni müsbət 23 bölünsün 6. Buna qarşı kəsrə çevirsəm 6 dəfə 3-ün 18, daha doğrusu 6 dəfə 3-ün 18 üstə gəlsin 5, 23. Yəni 3/6/5 bu formada da yaza bilərik. Yəni hər iki halda cavabımız verilə bilər. Sonra digərinə baxaq. 19 nömrəli sualda deyək ki, ədədləri 2 eyni vurğun hasili şəklində göstərir. 2 eyni vurğun hasili şəklində, məsəl üçün, məsələn 16 yazıram. Mən burada 16 qeyd edirəm. İndi buradakıları yazmıram. Onu özünüz evdə işləyərsiniz. 6-nı qeyd edək. 64. 256. Mən 16-nı hansı 2 eyni vurğun hasili şəklində göstərə bilərəm? 4-ün kvadratı şəklində, yəni 4-ün kvadratı 16 eləyir axı. 4 vurulsun 4 şəklində. Sonra 64-ü 8 vurur 8 şəklində, 256 da 16-nın kvadratı deməkdir. Yəni 16 vur 16 şəklində yaza bilərəm. Bu misal da eyni qayda ilə. İndi deyilir ki, -16-dır. Məsəl üçün, -64-dür, -256-dır. Bunu ədədləri 2 əks ədədin hasili şəklində göstərir. Əgər biri -4 yazsam, birində hökmən müsbət 4 yazmalıyam. Məsələn, biri -8 yazsam, birində müsbət 8 yazmalıyam. Birini -16 yazsam, digərində müsbət 16 yazmalıyam. Çünki nəyə görə? Mənfini müsbətə vuranda işarə mənfidir. Ona görə mənfini müsbətə vuranda işarə mənfidir. Mənfini müsbətə vuranda işarə mənfidir. Sonra 11 nömrəli sualı evə verməmişəm, amma izah etmək istəyirəm sizlərə.
Deyək ki, x, y-in hansı qiymətlərində bərabərsizlik doğrudur? X, y bərabərsizliyi doğru olar. X, y nə zaman sıfırdan böyük olar? Ya mən mənfini mənfiyə vuranda müsbət edir, onda sıfırdan böyük olur. Ya da hər ikisi müsbət olmalıdır ki, sıfırdan böyük olsun. Yəni ya x-la y sıfırdan kiçik olmalıdır, ya da x-la y sıfırdan böyük olmalıdır. Sonra ikinciyə baxaq. X, y sıfırdan kiçikdir. X, y sıfırdan nə zaman kiçik ola bilər? Ya biri müsbət, biri mənfi olanda, ya da biri mənfi, biri müsbət olanda. Bax, bu halda hər ikisinin cavab mənfidir. Ona görə mənfilər həmişə sıfırdan kiçik olur. Sıfır daha böyük olur. Ona görə x-in bir dəfə müsbət, y-in bir dəfə mənfi qiymətində. Sonra x-in bir dəfə mənfi, bir dəfə y-in müsbət qiymətində. Sonra 3-ə baxsaq, x, y böyük bərabərdir 0. X, y nə zaman sıfırdan böyük bərabər olacaq? Ya sıfırdan böyük bərabər, burada bərabər. Ya x bərabərdir 0-a, y bərabərdir, belə qeyd edək birinci. Ya x 0, y müsbət, ya x müsbət, y 0 və yaxud da ki, hər ikisidən müsbət olan halda və yaxud da ki, hər ikisi mənfi olan halda. Çünki niyə görə? Burada həm də böyük işarəsi var. Ona görə bayaq burada da qeyd etmişdim. Böyük işarəsi nə zaman olur? Hər ikisi mənfi, ya da hər ikisi müsbət olanda. Burada da eyni. Burada niyə 0-da qeyd etdim? Çünki x, y hasili 0-a bərabər ola da bilər. Burada bərabərlik işarəsi var, yəni bərabər ola da bilər. Əgər bərabər olarsa biri müsbət, deməli 0, ya biri 0, biri müsbət, ya biri müsbət, biri 0, ya 0 mənfi, ya mənfi 0. Bu hallarda da ola bilər. Çünki 0 onsuz da nəyə vursaq, cavabımız biri onsuz da 0 olsa, bu mənfi də olsa, yəni cavabımız gəlib 0 olacaq. Bu müsbət olsa, bu 0 olsa, cavab yenə gəlib 0 olacaq. Biri 0, biri mənfi olanda cavab yenə 0 və yenə də 0 olacaq. Çünki 0-ın mənfisi müsbəti olur ona görə. Əgər bu halda da olsa, bu şərtlərimiz ödəyəcək. Qeyd edək bunları. Baxın, bu şərtlərimiz ödəyəcək. Bu iki şərtimiz ödəyəcək. Müsbət, mənfi. Daha sonra x, y böyük kiçik bərabərdə 0 olanda x, y kiçik bərabərdə 0 nə deməkdir? Ya x, y 0-dan kiçikdir, ya da x, y bərabərdə 0. Yəni hər ikisi bunun mənası nə deməkdir? Ya x, y 0-dan kiçikdir, ya ki 0-a bərabərdir deməkdir. İndi 0-dan kiçik nə zaman ola bilər? Əks işarələr olanda 0-dan kiçik olacaq. Əlbəttə ki, bunu bilirik ki, əks işarə olanda 0-dan kiçik olacaq. Və yaxud da ki, biri 0, biri müsbət, biri 0, 0, biri mənfi, biri də mənfi, müsbət. Bu hallarda yenə cavabımız gələcək bizim 0 olacaq. Baxın, məsələn, bunu izah edək. 0 vurulsun, məsələn, mənfi 5. Cavabı yenə də 0 edir axı. Ya 0 vurulsun 5, yenə də cavab 0 edəcək. Ona görə də 0-ı istəyirsən mənfiyə vur, istəyirsən müsbətə vur, fərqi yoxdur. Yenə cavab bizdə gəlib hökmən 0 alınacaq. Biz ona görə həmişə qeyd edirik ki, 0-ın mənfisi müsbəti olmur. Daha sonra AB hasillərini deyir tapın. 13 nömrəli sualda qeyd edim. AB hasilini tapın. Məsələn, 13-ün birincisini sadəcə yazaq, digərləri. Baxın, burada AB hasili. AB nədir burada? Baxın, AB qeyd edirəm burada. A-nın kəsişməsi budur, B-nin kəsişməsi budur. Yəni ki, burada bizə qeyd edir. A bərabərdir. Deyək ki, bunları geri alın. İşarələri görə bilmək üçün. A burada deməli mənfi 6 ilə mənfi 7-nin hasili olacaq. B də bərabərdir. Mənfi 2 ilə 4-ün hasili olacaq. Vəssalam, işarələrimizi qeyd edək. Deməli, mənfini mənfiyə vuranda işarə müsbət 7 dəfə 6 42. Mənfini müsbətə vuranda 8, amma mənfi 8 edəcək. İndi AB hasilini soruşur. A vurulsun B hasili. Mənfi 8 vurulsun 42. Müsbəti mənfiyə vuranda işarə mənfi edəcək. Amma 8-i də vursaq 42-yə eləyəcək 336. Cavabımız eləyəcək 336, mənfi 336. Bu formada qeyd edirik. Tənəklər sistemini deyir həll edin. Daha doğrusu tənəkləri həll edin. Misal 13-də. Misal 13-ün deməli 4-cünü həll etmək istəyirəm. 29 vurulsun 109 çıxılsın x bərabərdir 0-a. Deməli, hansı ədədləri bir-birinə vuranda bizə cavab 0 edər. Əgər bu 29-dursa, hökmən də bu 0 olmalıdır ki, cavab 0 olsun. Deməli, bizə 109 minus x-imiz bərabər olacaq 0-a.
Onda x'i mən bu tərəfə keçirəcəm, olacaq müsbət x bərabər olacaq 109-a. X-in tapdıq qiyməti 109. Sonra digərinə baxaq. Digər suala. Deyir ki, x çıxılsın 53 vurulsun -23 plus 19. -23 plus 19 deməli. Bu da bir bərabərlə 0 qeyd etməmişəm. -23 plus 19, yəni mənfidən müsbətə çıxsaq, yenə də mənfi cavab mənfi edəcək. -4, yəni də x çıxılsın 53. Yəni mən necə yazıramsa, siz də o formada yazmalısınız. Yenə də mənfini bayaq qeyd etmişdim ki, sıfıra vuranda yenə cavab 0 alınacaq. Demək ki, x çıxılsın 53 bizə 0-a bərabər etmiş. Onda x bərabər olacaq. 53-ü də bərabərliyin sağ tərəfinə keçirməliyəm. Çünki x-i tapmaq üçün. X də bərabərdir 53-ə. Sonra digərinə baxaq. Yenə də y plus 76 vurulsun -15 çıxılsın 23 və 23 bərabərdir 0-a. Heç bu tərəfi hesablamağa ehtiyac yoxdur. Çünki bu tərəf hansısa bir ədəddir. Bax, bu tərəf hansısa bir ədəddir. Yəni, hansısa bir ədədi mən 0-a vuranda cavab gəlir 0 alınar da, düzdürmü? Yəni, y plus 76 məndə 0-a bərabər olmalıdır mütləq. Onda y-i tapmaq üçün y bərabərdir. 76-nın bərabərliyin sağ tərəfinə keçirəndə eləcək -76. Yəni, işarə dəyişir. Həmişə işarəni bərabərliyin sağ və sol tərəfinə keçəndə işarə hökmən dəyişəcək. Müsbət 76 olacaq, -76. İşarələrə diqqət yetirin. Sonra nəticəni deyə hesablamadan artma sırasıyla göstərin. Hesablamadan deyir, artma sırasıyla göstərin. Sadə sualdır. Burada heç bunu verməmişim evə. Məsələn, 16 nömrəli sualdan 5-i, 4-cü 5-i və 6-nı izah edək. İşarəsini deyir, müəyyən edin. ABCD hadisinin işarəsini müəyyən edin. Əgər deyir ki, 4-ü yazıram burada. A kiçikdir 0 olsa, sonra B böyükdür 0 olsa, C kiçikdir 0 olsa, D də böyükdür 0 olsa. Onda deyir A, B, C, D-nin işarəsini təyin edin. A kiçikdir 0-dır, yəni işarə mənfidir. B böyükdür 0-dan müsbətdir. C 0-dan kiçikdirsə işarəsi hökmən mənfi olacaq. D də 0-dan böyükdürsə işarə müsbət olacaq. İndi bir-birinə vuraq. Və ABCD, ABCD yəni bir-birinə vurmaq deməkdir də, düzdürmü? Yəni biz bunları götürüb bir-birinə vursaq, bax mənfini mənfiyə vuranda işarə nə edəcək? Müsbət. Qalanların onsuz da müsbətdir. Demək ki, 4-ün işarəsi müsbət olacaq bizdə. Sonra 5-ə baxsaq, və A 0-dan böyükdür işarə, yəni müsbət olacaq. B 0-dan kiçikdir işarə mənfi olacaq. C 0-dan kiçikdir işarə mənfi olacaq. D də 0-dan kiçikdir işarə mənfi olacaq. İndi ABCD hadisini deyə tapın. ABCD bərabərdir. Mənfini mənfiyə vuranda işarə müsbət olacaq. Bu iki müsbət onsuz da bilir ki, müsbətdir. Yenə müsbəti də mənfiyə vuranda işarə mənfi edəcək. Cavabımız oldu mənfi. İşarəsini bizə təyin etdirir sadəcə. 6-da digəri ilə eyni. Bax, 6-da burada baxın, lap sadədir. A, B, C, D hamısı 0-dan böyükdür. Yəni müsbətdir. Deməli, bunların da hasili bizə ancaq müsbəti verəcək. 17 nömrəli sualda, yəni burada hamısı vurmadır. Siz burada bizdən işarəni soruşur. Demir ki, vurub cavabı tapın. Ona görə qorxmaq lazım deyil. Məsəl üçün, birincisini göstərsək, sadəcə bir dənəsini göstərəcəm. Və mənfini mənfiyə vuranda işarə müsbət, mənfini mənfiyə vuranda işarə müsbət edir. Müsbətlə müsbətə vuranda işarə müsbət edəcək. Bu formada tapacaqsınız. Digərlərdə eyni qayda ilə, yəni biz bu qədər rəqəmləri vurub tapsaq çox olar, yəni vaxtımız gedər. Ona görə bizdən sadəcə işarəni istəyir. 124 də yazdıq. 125-ə baxaq. 125-də də ədədlərin də qiymətini tapın. X bərabərdir 13 olsa, Y bərabərdir -5 olsa və Z də bərabərdir -24 olsa, X, Y, Z deyə bir dəfə hesabla, bir dəfə də ayrı-ayrı modulların hadisini tapın. Deməli, bir-birini yazaq. X-imiz nədir? 13-dür. Y-imiz -5-dir. Z-imiz də -24-dür. Bərabərdir. Baxın burada mənfi vuranda nə edəcək? İşarə müsbət edəcək. Onsuz da 13-ü mən vursam, 5-ə vursam 24-ə. Deməli, 13-ü vursaq 5-ə 65 edir. 65-də mən vursam 24-ə 1560. Moduldan da onsuz da həmişə müsbət çıxır. Yəni, burada cavab olsa da mənfi də alınsa, biz yenə də moduldan müsbət çıxardırıq. Bir dəfə də deyək ki, modulda X vurulsun modulda Y vurulsun modulda Z. Modulda biz bilirik ki, həmişə müsbət çıxır. Yəni, bu X-in, Y və Z-in mənfi qiymətlərini elə sadəcə müsbət olaraq yazacaq, burada hesablayacaq. Bərabər vurulsun 24. Cavab yenə 1560 eləyəcək. Vəssalam. Sonra
18-i qeyd etdim. 19-a baxaq görək burada yazılası. Başa salınması nə hesab var? Yəni hamısı eyni tip suallardır. Əslinə qalsa. Bax 24 nömrədən 24-dən istəyirəm bir ikisini yazacağam. Sadəcə bu bəndi yazsaq bəs edər. Bax bir bəndi yazacağam. Evə tapşırıq olaraq verməmişəm. Deməli A-nı verib 4, B-ni verib -5, C-ni də verib 18. Bax, bir də deyilir ki, A, B, C-ni tapın. Deməli, burada bir dənə mənfi var. Mənfini müsbətlərə vuranda işarə mənfi edəcək. 4 dəfə 5-in 20, 20-ni də 18-ə vursaq eləyəcək. 18-i 2 vuranda 36 eləyəcək -360. Birinci oldu 360. Bax, bu birinci. Burada qeyd edim. Birinci, ikinci, üçüncü, bu da dördüncü. Sonra A vurulsun B vurulsun -C. İndi A vurulsun B. A deməli 4-dür. 4-ü mən -5-ə vurmalıyam. Bir dəfə də deməli C-miz nədir? 18-i -18-ə vurmalıyam. Vəssalam. 4 dəfə 5-in 20 amma -20 vurulsun -18. Mənfini mənfiyə vuranda bilirik ki, müsbət edəcək. 20-ni 18-ə vuranda edəcək 360. Müsbət 360 burada. Sonra deməli, üçüncünü qeyd edirəm. Üçüncüdə deməli -A vurulsun -B vurulsun C-yə. A-mız nədir? 4-dür, amma mənfi işarə burada qabaqda var deyə mənfidir. Bax, bura 4 yazacağam. Burada deməli olacaq mənfi B-nin yerinə -5 yazacağam. C-nin də yerinə yazacağam 18. Vəssalam. Burada biz bilirik ki, mənfi müsbət olacaq. -4-ü müsbət 5-ə vurmalıyam. Bir dəfə də 18-ə vurmalıyam. 4 dəfə 5-in 20, amma -20 vurulsun 18 eləyəcək -360. Yəni işarələrə mütləq hökmən diqqətlə yanaşın. Adi bir diqqətsizlik o dəqiqə cavabınızı səhv çıxardar. Sonra -A vurulsun -B vurulsun -C. Elə baxın, burada mənfiyə vuranda müsbət, müsbətlə mənfiyə vuranda eləcək mənfi. Yəni -A, B, C olaraq yazıram bunu. Mənfili saxlayıram. A-mız burada nədir? 4-dür. Mənfi olduğuna görə mənfini ilə A, B, C-ni mötərizəyə alıram. B-miz nə idi? -5 idi. C-miz nədir? 18-dir. İndi bərabərdir. -4 dəfə 5-in 20, amma -20 vurulsun 18. Mənfi, bax burada mənfi var, burada da mənfi var. Eləcək işarə müsbət. 20-ni də 18-ə vuranda eləcək müsbət 360. Vəssalam. Qruplaşdırım yazısında bir ki, burada mənfini mən mötərizə xaricinə çıxartdım. Mənfini ABCD-nin mötərizə xaricinə çıxartdım və ABCD-nin mötərizəyə aldım ki, burada B-nin işarəsi də mənfi daxil ona görə. Burada baxın, B-nin işarəsi mənfidir. Sonra tənəkləri deyir həll edin. Tənəklərin bir qismini vermişəm, digərini yox. İndi vermədiyim hissələri izah edirəm sizə. X bölünsün -72 çıxılsın 28 bərabərdir -93. Deməli, biz bunu bir-bir həll etməliyik. X bölünsün 72. Bunu bu formada da yazmaq olar. Deməli, necə yazacağıq? X bölünsün -72 bərabərdir. Kəsr xətti də bölmə deməkdir də. Deməli, -83 bu bərabərliyi bu tərəfə keçəcək, olacaq müsbət 28. Daha sonra x bölünsün 72, x bölünsün 72. Elə bilir ki, bu formada yazaq. Bir dəqiqə qeyd edim. Bir-bir həll edirik biz bunu, bir-bir. X bölünsün 72. Bərabərdir. Hələ ki, buranı həll edək. -83 üstəgəlsin 28. Niyə üstəgəl? Mənfi idi. Bu tərəfə keçirik. Yoldan üstəgəl. X bölünsün mənfi deməli 72. Biri mənfi, biri müsbət olanda dedik ki, çıxarıq. Deməli, -83-dən deməli 28 çıxsam eləyəcək 55, amma -55 eləyəcək. Deməli, x də burada bərabərdir, x də bərabərdir. Bölmə olacaq vurma. Deməli ki, biz dedik ki, bərabərliyin sağ tərəfinə və ya sol tərəfinə işarələri, ədədlərimizi keçirəndə işarələr dəyişir. Toplama çıxmaya, çıxma toplamaya, bölmə vurmaya keçir, vurma da bölməyə keçir. Deməli, -55 vurulsun nə? Vurulsun, bölmə olacaq vurma, -72. İndi həll edək burasını. Mənfini mənfiyə vuranda eləcək müsbət. 55-də mən vursam 72 eləyəcək 3960.
3960. Sonra digərinə baxaq. Mənfi 290 çıxılsın x bölünsün mənfi 20 bərabərdir mənfi 310-a. Deməli, mənfi 290 dən bu x bölü 20-ni bərabərliyin sağ tərəfinə, onda 310-u da bu tərəfə keçirsən. Mənfi 310 üstə gələcək olacaq müsbət 310 bərabər bu mənfi x-də olacaq müsbət x bölünsün mənfi 20 olacaq. Hələ ki saxlamışam onu. Biri mənfi, biri müsbət olanda çıxırdı. 310-dan mən çıxsam 290 edəcək. Bu dəqiqə 20 bərabər x bölünsün mənfi 20. X bölünsün mənfi 20. Daha sonra deməli x-i mən saxlasam 20 bölmə bu tərəfə keçirsəm olacaq vurma. Vursun mənfi 20 bərabərdir x-a. 20 də mənfi 20-yə bölünəcək mənfi 400 bərabərdir x-a. Elə mənə sadəcə x tapmaq lazımdır, edəcək mənfi 400. Amma əgər məsələn mənfi 400 bərabər ilə mənfi x formasında olsaydı, biz axı həmişə tapanda x-i tapırıq, onda məcbur bərabərliyin sağ və sol tərəfinə mənfiyə vursaydıq, cavabımız olacaqdı 400 bərabərdir x-a. Həmişə yəni biz tapanda x-i tapırıq, mənfi x-i tapırıq heç vaxt. Daha sonra baxaq digər suallara. Və digərləri də eyni qayda ilə hissə həll etmək lazımdır. Bunları hissə. Məsəl üçün, bax 7-ni yazıram. Y çıxılsın 105, 87, üstə gəl 17 bərabərdir mənfi 23. Deməli, qeyd etsək bir dəqiqə. Y çıxılsın 105, bölünsün 87, hissə həll edəcək mənfi 23, çıxılsın 17 bərabərliyin sağ tərəfinə keçirdik. Y çıxılsın 105, bölünsün 87, mənfi olanda toplayıb mənfi atırıq. Mənfi 40 eləyəcək. Daha sonra y çıxılsın 105, bərabərdir mənfi 40 vurulsun, nə? 87, mənfi də olacaq, bölmə olacaq vurma. Y çıxılsın 105, mənfi ilə müsbəti vuranda mənfi. Deməli, 87-ni də mən vursam, 40-a vursam, bu deyəcək 3480. 3480 y də bərabərdir. Mənfi 3480, mənfi 105-də bərabərlərin sağ tərəfinə keçirsəm olacaq müsbət 105. Y də bərabərdir. 3480-dən də çıxsam mən 105-i, eləcək mənfi 3375. Niyə çıxdım? Biri mənfi, biri müsbət olanda çıxırıq, bölgün işarəsini qeyd edirik. Sonra bunları yazdıq, hamı vurmanı qurtardıq. Və vurma ilə bölmə eyni şeydir. Yəni ki, fərqli bir şey yoxdur. Yəni vurmada mən nə dedimsə, onların hamısı bölməyə də aiddir. Bax, məsəl üçün, mənfi bölmə əməllərini də yerinə yetirelim. Mənfi 18 bölünsün 45. Mənfi 18-i mən 45-ə bölsəm, ya onluq kəsr formasında da göstərə bilərəm, onluq kəsr formasında və yaxud da ki, adi kəsr formasında da göstərə bilərəm, belə də göstərə bilərəm. Deməli, 18-i mən 45-ə bölsəm, gəlin bölək bunu. 18-i mən 45-ə bölsəm, mənfi də bu müsbəti mənfi bölündə işarə yenə də mənfi edəcək. 9-u ixtisar edək. 9 dəfə 2-nin 18, 9 dəfə 5-in 45. 2-ni də mən 5-ə bölsəm, 2-ni 5-ə bölsəm, bu formada da bölə bilərəm. 2 bölünsün 5. 2 5-dən kiçik olduğuna görə 0 atıram. Bura 0-dan görə virgül atıram. 0 və virgül əlavə edirəm. 20 də 5-ci də 4-də yerləşir. Mənfi 0,4 yerləşir. Və yaxud da ki, adi kəsr formasında yaza bilərsiniz. Yəni, cavabı qəbul edəcəm. Baxın, sonra x vurulsun mənfi 3 bərabərdir 9. X-i mənfi 3-ə vuran deyəcək mənfi 3x bərabərdir 9-a. X də bərabərdir. Bax, bu mənfidir, bu müsbətdir. İşarə həmişə hökmən mənfi edəcək. 9-u da 3-ə böləndə işarə də mənfi 3 edəcək cavabımız. Sonra mənfi 96 bölünsün x bərabərdir 96-ya. Deməli, baxın, mənfi 96-nı x-a bölmək lazımdır. Deməli, x-i mən bu tərəfə keçirsəm, eləcə o vurma. Mənfi 96-nı da mən 96-nı bu tərəfə keçirsəm, olacaq bölmə. 96 bərabərdir x-a. 96-nı da 96 bölündə eləcək 1, amma mənfi 1. Cavabımız edəcək mənfi 1 hökmən. Sonra x də bərabərdir mənfi 1. Sonra mənfi 48 vurulsun y bərabərdir mənfi 96. Mənfi ilə mənfi müsbət olacaq. Y də bərabərdir 96-nı da mən 48-ə bölsəm,
2 düşəcək cavabımız. Sonra məsəl üçün -35 vurulsun -y bərabərdir -210. Mənfi ilə mənfi olacaq -35y. Bir-birinə vurduq, axı olacaq -210. Hələ sadəcə mən bunları vurdum. Baxın, buradakı işarələri vurdum. Sonra y də bərabərdir -210-u da mən bölsəm 35-ə. Eləcə görüm tam bölünürmü? Deməli 210-u mən bölsəm 35-ə, bəli, tam bölünür. Eləcə cavab -6. 30 ay sonra -6 eləcək cavab. Sonra digərləri də eyni qayda ilə. Yəni burada da bax, mən vurmada nə demişəmsə hamısı bölməyə də aiddir. Yəni fərqli nəsə yoxdur orada. Hesablayın deyir. Hesablayaq bunları. Misal 5-də mən 5-i verməmişəm evə. 0 üstəyə gələnsə -76 bölünsün -4. 0 üzərinə gəlsə onsuz da bu ifadə edəcək. Onu ki 0 saymıram. Mənfini mənfiyə böləndə işarə müsbət edəcək. 76-nı da mən 4-ə bölsəm. Gəlin burada çubuqlu bölmə ilə göstərək. 76-nı 4-ə bölsək. 7-də 4-ün içində bir dəfə düşür. 7-dən 4 çıxanda 3. 36-da 4-ün içində 9 dəfə. Eləcək müsbət 19. Sonra -168 bölünsün -72 plus 68 də bərabərdir -168 bölünsün 72 68-dən daha böyükdür. Ona görə də böyükdən kiçik çıxmalıyam. 72-dən də deməli mən 68 çıxsam eləcə 4. -4. Mənfi olacaq müsbət. Yəni mənfiyə böləndə yenə müsbət edəcək. 168-i mən bölsəm 4-ə 168-i bölsəm 4-ə 42 edəcək. 16 4-ün içində 4 dəfədir. 8 də 4-ün içində 2 dəfə düşəcək. 42. Digərləri də eyni qayda ilə. Sonra bu məchul 7 qalsın, onu özünüz işləyərsiniz. Məsələn 8 nömrəli sualda -33 üstə gələnsə -5 vurulsun 7, üstə gələnsə 7 bölünsün -2. Aha. Baxaq burada baxın mötərizəni biz birinci həll etməliyik həmişə. Mötərizənin içində həm vurma var. Vurma varsa birinci vurma həll olunur. -33 üstə gələnsə 7 5-in 35 plus 7 bölünsün -2. İndi mötərizəni həll edək. -33 35-dən 7 çıxsaq eləyəcək nə? -28 -28 bölünsün -2. Dedik ki, bir verilən ifadədə həm toplama və ya vurma, bölmə varsa, birinci vurma, bölmə həll olunur, sonra toplama həll olunur. Üzr istəyirəm burada. Birinci vurma həll olunur. İndi məndə burada deməli nə var? Birinci bölmə var. Bölmə varsa birinci bölməni həll etməliyəm. Həll etsək deməli -33, mənfi olacaq müsbət. Yenə də burada müsbətlə müsbətə vuranda eləyəcək müsbət. 28-i 2-yə bölsək eləyəcək 14. İndi -33 üstə gəlsin, deməli 14. Necə edəcək burada? Biri mənfi, biri müsbət olanda çıxmaq lazımdır. 33-dən mən 14 çıxsam eləyəcək 19. Amma -19, yəni bölün işarəsini qeyd edirəm. Sonra digərləri də bax, hamısı ya 19-dur, 10-dur, 11-dir. Bunlar eyni qayda ilə, amma bunları verməmişəm. Çünki yəni eyni şeylərdir, yəni fərqli bir şey yoxdur. Hamısı eyni şeylərdir. Burada tənliklərdən həll etmək istəyirəm. Tənlikləri necə həll etmək lazımdır, onu göstərəcəm sizə. Məsələn, 19-da 3-cüsünü yazıram. -43 vurulsun 5x plus 17 bərabərlik 129-a. 5x plus 17 mən hələ ki saxlayıram. Birinci bunları həll edək. 125-i deməli mən bölməliyəm -43-ə. İşarəmiz necə? Mənfi. Çünki bax bu mənfidir, bu da müsbətdir. 125-i -43-ə böləndə işarə mənfi edəcək. Deməli 125 əslində 125 deyil, bu 129-dur. Mən bunu 125 kimi görmüşəm. Çünki bölünmür normalda. İndi 129-u mən bölsəm 43-ə edəcək 3, -3. Daha sonra 5x-i hələ saxlayıram. -3 müsbətdir. Bu tərəfə keçəcək olacaq -17. 5x bərabərdir. Hər ikisi mənfi olanda toplayıb qarşı mənfi atırıq eləcək 20. 20 də -20-ni də 5-ə bölsək, 20-ni də 5-ə bölündə 4, -4. İkisimiz oldu -4. Sonra baxın 81 vurulsun 97 çıxılsın 10x
bərabərli -243. Deməli, 97 çıxılsın 10x-i hələ saxlayıram. Burada vurma işarəsi var, onsuz da saxlayıram. -243-ü 81-ə bölsəm, -243-ü bölsəm 81-ə eləyəcək 3, amma -3. Sonra -10x-i saxlayıram. Saxlaya da bilərik və yaxud da ki, bu tərəfə də keçirə bilərik sağ tərəfə. Onda 97 -3 də bu tərəfə keçəcək, olacaq -3 bərabərlə -10 olacaq -10x. 97 üstə gəlsə 3 eləcək 100 bərabərdə 10x. Sıfırlar gedəcək, x də bərabər olacaq 10-a. Vəssalam, x-imiz də ona bərabərdir. Sonra 5-ci suala baxaq, 20-nin 5-cinə. -48 bölünsün -36 bərabərli x bölünsün -12. Baxın, bu mənfi böləndə olacaq müsbət. Bu işarələr getdi. Yəni silirəm. Bunlar bu tərəf oldu müsbət. Ona görə sildim. 48-i 36-ya bölsək, bölünmür tam. 48 36. 6-ya bölək. 48-i 6-ya bölsək eləyəcək 8 dəfə 6, 48. 36-ı 6-ya bölsək eləyəcək 6. Sonra çarpaz vursaq, belə vursaq 12 vurulsun 8 bərabərdə 6 vurulsun x-ə. X-in yanında olan dedik ki, həmişə bölünür. Məxrəcdə olacaq 6. -12 vurulsun 8 bölü 6. Deməli, 6 dəfə 2-in 12, 8 dəfə 2-in 16. -16, yəni cavabımız edəcək -16. Sonra, yəni digərliyini 20-nin 6-cısına baxaq. Daha doğrusu, mənfi yox. 36 bölünsün 14, -14 bərabərdir y bölünsün -21. Baxın, bu mənfi ilə bu mənfi gedə bilər. Çünki əgər burada da mənfi varsa və yaxud da ki, sürətlərdə mənfi varsa, biz onları ixtisar edə bilərik. Çünki bir-birini onsuz da vuranda onlar gedəcək, ixtisar edəcək. Sonra 7. Sürətlə məxrəci ixtisar edə bilərik. Dedik, ixtisar necə gedir? Bir sürət formasında. Bax, sürət məxrəc bu formada gedə bilər ixtisarımız. Daha sonra bu formada ixtisarımız gedə bilər. Baxın, bu formada ixtisar gedə bilər. Bu formada ixtisar gedə bilər. Yəni, bu bərabərliyin sağ və sol tərəfi, sonra sürətlə məxrəc o formada ixtisar gedə bilər. İndi məsələn 14-dən 21 ixtisar aparmalıyam 7-yə. 7 dəfə 2-in 14, 7 dəfə 3-ün 21. Sonra indi sürətlə məxrəc 36-ı 2-yə bölsək qalacaq burada 18. Cavab indi nə olacaq burada? 8, 18 daha da 18. Burada qaldı 1, 18 bölü 1 bərabərdir y bölünsə 2. Y-i 1-ə vuranda eləyəcək y, 18-i 2-yə vuranda eləyəcək 36. Məsələ cavab oldu 36. Yəni, sadə həll yox, praktik həll yollarını sizə göstərirəm. Sonra 21-dən bir dənəsini həll edəcəm. Çox sadədir. 3x plus 17 bölünsün 12. Burada işarə yazdım. Çalışarıq sonra 12 bərabərdir 5 bölünsün -6. Baxın, 12 ilə 6-nı mən məxrəcləri eyniləşdirə bilərəm. 6-nı mən nəyə vursam məxrəci 12 eləyər, 2-yə vursam. Onda mən sürəti də 2-yə vurmalıyım hökmən, 2-yə vursam. İndi 3x plus 17 bölünsün 12 bərabərdir 5 dəfə 2-in 10, 6 dəfə 2-in 12. Məxrəci, yəni burada yazılsın, ya burada yazılsın, eyni şeydir. Yəni, nəticədə gəlir cavab mənfi çıxacaq. Baxın, məxrəcləri 12, 12 bərabərdir. Məxrəcləri ata bilərəm, gedər. Sürətləri bərabərləşdirim. 3x plus 17 bərabərdir 10. 3x -10. Burada -10 vardı. İşarəmizi mən qeyd etmədim. -10. Əgər qeyd etməsəm, cavabımız kəsral formasına düşəcək. Yəni, 3x bərabərlə burada -10, müsbət 17 olacaq -17 bərabərliyin sağına keçirsəm. 3x bərabərdir -17, 10 üstə 17 eləcək -27. X də bərabər 27-ni 3-ə bölündə eləcək -9. Bu qədər. Yəni, məxrəcləri bərabərləşdirməklə sadəcə tapdım. Digərləri 21-də də digər sualların hamısında məxrəcləri bərabərləşdirib tapa bilərsiniz. Sürəti bərabərləşdirib tapa bilərsiniz. Sürətlər bərabərsə, demək ki, məxrəc də bərabərdir. Məxrəc bərabərsə, sürət də bərabərdir. O formada həll edəcəksiniz. İzahımız bura qədər. Digər suallarda özünüz işləyərsiniz.